500 yaşlı ağac 1000 ildən çox tarixi olan qəsəbələr, əfsanələrdən yox, sizə Azərbaycanın real tarixindən bəhs edirik və elə növbəti reportajımızda həmin tarixi məkanlara İsmayılının Baskal və Lahıc qəsəbələrinə birlikdə səyahət edəcəyik. Baskalın tarixi 1000 ilə gedir çıxır. Şəhərin səs-küyündən bir neçə saatlıq məsafədə İsmayıllı rayonunda 2 qoruq. Söhbət Baskal və Lahıc tarix mədəniyyət qoruqlarından gedir. Özünə məxsus üslubu ilə fərqlənən tarixi küçələr, məscidlər, sənətkar imalatxanaları, bir də Baskalın Pir Çınarı. Bu ağacın 500-ə yaxın yaşı var desəm, inanardınız. 1531-ci ildə Şeyx Məhəmməd məscidi inşa edildikdən düz 32 il sonra Şeyx Məhəmmədin oğlu Şeyx Səfai bu ağacı əkib və önünə daş kitabə qoydurub. Daha sonra Şeyx Səfai tərəfindən əkildiyi üçün yerli əhali tərəfindən bu ağac müqəddəs sayılmağa başlayıb və bugündən etibarən dünyada daş kitabəsi olan yeganə çınar ağacı sayılır. Baskal və Lahıcın tarixi yerlərində bərpa işləri yenicə yekunlaşıb. Dəmirçi Bazar küçəsi, məscid, hamam və s. Burada olmaq çox qeyri-adi təsir bağışlayır. Mən heç vaxt buna bənzər bir yer görməmişəm. Ərazini gəzmək, kəşf etmək mənim üçün çox gözəl təcrübədir. Daha çox gəzmək, buranın mədəniyyəti ilə tanış olmaq üçün səbirsizlənirəm. Bura çox maraqlı və gözəldir. Gözəllik demişkən, Baskal həm də Kəlağayının paytaxtı sayılır. Baskal Kəlağayısını digərlərindən fərqləndirənsə onun təbii boya ilə hazırlanmasıdır. Təbii bir neçə cür var. Məsələn, cıralmanın qabığından, sarağandır. Biz sarağan deyirik, narınc ağacı. Onun qaynadıb ondan istifadə olunur. Bir neçə cür bitkilər var ki, onlardan istifadə olunur. Cürbəcür. Mənim bildiyim bir 7-8 cür bitkilərdən, ağaclardan istifadə olunur. Növbəti dayanacağımız dəmirçilər əfsanəsi, Lahıcdır. Lahıc Dövlət Tarix Mədəniyyət Qoruğunda 40-a yaxın sənət növü var. Onlardan ən qədimi isə miskərlikdir. Elə hazırda bu miskərlik imalatxanasında da dəmirlər döyülərək qablar hazırlanır. Miskərlik qədim sənətdir. Deməli, 3 növü var. Naxış, miskərlik, qalaçılıq. Bu üçü də öyrənəsən, mükəmməl öyrənəsən. İndi onları uşaqlarımıza da öyrətmişik, hamısı. O vaxt burada ustalar çox işləyib, bizə öyrədiblər. Lahıcda dəriçilik və naxışçılıq da qədimdən bugünə qədər qorunub saxlanılan sənətlərdəndir. Qabların üzərinə vurulan naxışlar və metal işləmələri sənət nümunələrinin əsas hissəsini təşkil edir. Qədim küçələri, hələ də yaşayan sənətkarlıq ənənələri və hər daşında hiss olunan tarix. Baskal və Lahıc həm keçmişi qoruyan, həm də mədəniyyətini gələcək nəsillərə ötürən qoruqlardır. Ziyarət edən qonaqlar isə bu məkanlarda 100 illərin tarixini kəşf edir. Lalə Allahverdiyeva, Fidan Şakir qızı, Kamran İsayev, ASTV xəbər.